Boyun masajı eləməkdən yorulmusansa, mütləq İşokanın evində olmalıdır. Deyirlər ki, evində İşokan olanın elə bil evində həkimi var. Əslində aparatın 5 dənə əsas funksiyası var. Bugün danışacağıq, sırf boyun nahiyəsinə necə masaj edə bilərik? Bax, vibrasiya hiss edirsiniz. Düşünün ki, bu hər gün sizin boynunuzdan bütün bədəninizə yayılır. Kimlərdə ki, onurğa yırtığı var, dizində ağrılar var. Bir də o gedir sizə həkimlərə iqloterapiya və s. Bax, indi onun çözümü nədir? İqloterapiya gedirsiniz, bax, fizioterapiya həkimi yanına. Gündə 45 manat pul verirsiniz ki, hər gün sizi masaj eləsin. İqloterapiya budur, iğnə batırma üsulu ilə bütün sinirlərin, damarların açılması üçün çox yüksək effektli təsir edir. Cəmi gündə 2 dəfə, 10 dəqiqə istifadə edirsən, əlvin içi, boynun və digər orqanlarda bunu istifadə edirsən, nəticə əla. Həkimi yığışdır.